il əvvəl, sentyabrın 27-sində həkimlərimiz də səfərbər olaraq yaralı əskər və zabitlərimizin həyatını xilas etmək üçün müqəddəs yola çıxdılar. 2 ay yorulmadan, usanmadan, dincəlmədən çalışaraq həyat qurtardılar. Böyük zəhmətlərinin bəhrəsi vətən müharibəsindəki qələbə yaralı əskər və zabitlərimizin şəfa tapması oldu. İlk gündə bütün həkim briqadamız könüllü bir şəkildə yığışaraq, həm həkim briqadası, həm tibb bacıları, həm texnik elemanlar və bu vətən müharibəsində iştirak eləmək istəyimizi bildirdik və bir tam mütəşəkkil bir briqada qurduq. Profesional həkimlərdən və tibb işçilərindən ibarət mütəşəkkil bir briqada və sentyabrın ayın 27-sində vətənə xidmətə biz də yollandıq. Mərkəzi Neftçilər xəstəxanasından yola düşən həkim briqadasının dayanacağı Gəncədəki Abbas Səhhət adına xəstəxana olur. Həkimlər xəstəxananı cəmi bir günə hospitala çevirirlər. Paytaxt xəstəxanasında istifadə etdikləri müasir tibbi avadanlıqları hospitala köçürürlər. Hər gün cəbhədən gətirilən onlarla yaralını əməliyyat edib, gecələrini gündüzə qataraq həyat hekayələrinin çətin və şərəfli günlərini yaşayırlar. Elə yaralılar vardı ki, onun ayağa durmağı mümkün deyildi, ancaq yalvardı ki, həkim mənə kömək edin, mən təzədən müharibəyə qayıdım. Çox tezliklə sağaldılar. İnanırsınız, yaralılar ağır yaralılar əməliyyat edildi. Səhərisi günü biz onların səhər baxışında o yaralılar hamısı söhbət edirdi, bizimlə danışırdılar. Sanki bu yaralılar tez bir zamanda sağala bildilər. Bir tank komandiri var idi, o ayaqda ciddi DVT-lərdən gəlmişdi. Onun necə ağladığını şahid oldum. Yəni ağlayır, deyir ki, doktor, məni indi buraxın, mən sonra gələcəm. Özünün vəziyyəti çox ağırdı. Ki, indi buraxın, mən o əskərlərimin yanına dönüm, mənim 4 dənə o tankımda əskər var. Onların bütün məsuliyyəti deyir, mənim üzərimdədir, onların bütün məsuliyyətini mən daşıyıram. İndi deyir, onlara bir şey olsa, mən özüm bağışlamaram. Yəni, can hayında deyildilər. İndi də elə yaralılar var ki, bizlə əlaqə saxlayırlar, müharibənin bitməyinə baxmayaraq mütəmadi gəlib gedirlər. Normal həyatlarına qayıdanlar da çoxdur, müalicəsini, reabilitasiyasını davam elətdirənlər də çoxdur. Daim bizlə əlaqə saxlayırlar, o günləri xatırlayırlar. Biz yardım göstərdiyimiz xəstələrdə ölüm hadisəsi olmadı. Yəni bu, nə bilim, həkim üçün, cərrah üçün, o tüm belə o təcili cərrahiyyədə, plansız cərrahiyyədə ondan bir yüksək, necə deyim, bir şərəf cərrah üçün yox. Yəni oradan o yüzden başqa bir nailiyyət yox. Həkimlərimiz ən çətin günlərini isə hər dəfə Gəncə mərmi atəşinə tutulanda yaşayıb. Çünki onları düşündürən əsas məsələ yaralı əskər və zabitlərimizin təxliyəsi olub. Ən son bizim xəstəxana ilə hava məsafəsi təxminən 150 metrə bir məsafədə, bilirsiniz, çox dağıdıcı bir bomba düşdü. Ən böyük qorxumuz o yaralı əskərlərimizin orada olması idi. Yəni bir briqada rəhbəri olaraq birinci növbədə düşündüyüm tək şey əskərlərimizi necə təxliyə edə bilərik. Onun üçün yerlər ayırmağa başladı. Gecə saat hardasa 2-3-ə işləmiş belə ərəfələr idi. Yenə növbəti bomba Gəncə şəhərinə düşəndə yaralılar təbii ki bizim hospitala gəldi və o gələnlərin içində təbii ki gecə vaxtı idi, hamı yatırdı, hamı evində idi filan zat, bizlərdən başqa. O gələnlərin içində bir dənə uşaq gəldi, 11 yaşı olardı, 12 yaşı olardı. Mən o uşağın simasında öz oğlumu gördüm. Həyat qurtarmaq çox şərəfli vəzifədir. O həyatın vətəni qoruyan, torpaq yolunda canını fəda edən qəhrəman övladların olduğunu biləndə vəzifənin məsuliyyəti də artır, peşənin sevgisi də bir başqa olur. Normalda işləmək, normalda tibbi fəaliyyət göstərmək çox fərqli bir duyğudur, amma əskərlərimizə qulluq eləmək, o yaralı əskərlərimizə qulluq eləmək tam fərqli bir duyğuydu. Əskərlərimizin yazdığı o şərəf yolunda biz də bir parçaydıq və biz də o böyük zəfərə şahidlik edirik. Südavə Cahangirli, Bağır Kərimov, xəbərlər.